Salam aleykum dostlar. Hər birinizin sabahınız xeyir olsun. Səhər istədim bir emosional bir videoya baxdım, onu sizinlə paylaşım. Demək dostlar, dünən Təbrizimizin, Güney Azərbaycanımızın, Cənubi Azərbaycanımızın paytaxtı Təbrizimizin Traktor Futbol Klubunun möhtəşəm qələbəsi ilə hamımızı təbrik edirəm. Bütün Azərbaycanı, bütün Türk dünyasını və bütün Azərbaycan sevərləri. Bu doğrudan da möhtəşəm bir qələbə idi. Özdə xüsusən İran prezidenti Cənab Pezeşkiyanın Azərbaycana səfəri fonunda, yəni bizim millət biraz emosiyalara qapıldı, şeir falan. Yəni bizi bir şeirlə anlatmaq olmaz, amma yenə də təşəkkürlər Cənab Pezeşkiyana. Demək, bir dənə videoya baxdım. Demək, Traktor Futbol Klubunun oyununun giriş hissəsində bir qardaşımız, Azərbaycanlı qardaşımız bir dənə xanımı kürəyinə götürüb, xanım əngəllikdə yeriyə bilmir və əlində də əlil arabasını qatlayıb. Soruşurlar ki, bəs bu xanımı niyə bu vəziyyətdə gətirmişsən? Belə gözündəki onun ifadə Facebook'umda da paylaşdım. İnan ürəyimi paramparça elədi. Nə desə yaxşıdır. Deyir, eşqimizdir. Traktor bizim eşqimizdir. İndi o videonu paylaşacağım sizinlə, videonun ortasında görəcəksiniz. Doğrudan belə Traktor bizim nəinki eşqimizdir, immunitetimizdir. Belə çox duyğulandım, həm gözlərim doldu, kövrəldim, həm də özüm özlüyümdə fikirləşdim ki, bu milləti heç cür kimliyindən döndərmək, bunu öz kökündən qoparmaq qeyri-mümkündür. Yəni doğrudan da eşqimizdir. Bu eşq, bu dərin fəlsəfədə, bu Füzuli fəlsəfəsidir. Bunun haqqında uzun-uzadı danışmaq istəmirəm. Şairanə söhbət çox uzun çəkəcək. Yəni bir şey ağlıma gəldi ki, gəlin dostlar, bundan sonra bax, həmin o qardaşımızın o sözünü həştəqə çevirək də, yəni Təbrizlə, Cənubi Azərbaycanla, Traktorla bağlı nə postlar, nə şeylər bütün sosial şəbəkələrdə paylaşırıqsa, elə o qardaşımızın o sözünü bir şüara çevirək, eşqimizdir yazaq. Eşqimizdir həştəqi ilə yazaq. Traktor eşqimizdir və eşqimizdir, 2 həştəqimiz olsun və heç kimi həştəqimizə də almayaq. Və hal-hazırda ölkəmizin ətrafında baş verən bu xoş hadisələrlə bağlı İran prezidentinin səfəri, Çin məsələsi, Çinlə bu strateji tərəfdarlıq, sonra nə bilim, yaxın günlərdə İsrailin baş naziri cənab Benyamin Netanyahunun Azərbaycana səfəri, Türkiyə prezidentinin Azərbaycana səfəri, bu məsələlərlə bağlı geniş bir ətraflı video eləyəcəyəm və bundan əlavə bu axşam Allahın izni ilə Dunay Araşdırmalar Mərkəzinin demək, YouTube kanalında Vitali Barviyenko'nun qonağı olacağım. Demək, bizim müzakirə edəcəyimiz əsas mövzu Cənubi Azərbaycanla Şimali Azərbaycanın birləşməsi mövzusu olacaq. O məsələ ətrafında müzakirə aparacağıq və öz fikrimi həm rus dilli bütün izləyicilərlə, həm də sizinlə paylaşacağım. Çox güman ki, sabah o kanalımda olacaq və biri gündə öz kanalıma yükləyəcəm. Amma Vitalinin Dunay Araşdırmalar Mərkəzinin kanalının linki mənim əvvəlki videomda, onunla olan müsahibəmdə var. Xahiş edirəm, o kanala da abunə olun. Yəni, uyğun bir söz, mənim də kanalıma da bir abunə olun. Like düymələrini vurub paylaşın və indi isə o videonu izləyək. Bu, mənim bugünkü video yayınımız sonunda və bir şey demək istəyirəm ki, Allah Azərbaycanımızı qorusun. Bu millətə adam canın gündə 1000 dəfədə qurban verər. 100.000 dəfədə həyata gəlsəm, mən Azərbaycanlı doğulsam, özümü olduqca xoşbəxt hiss eləyərəm. Allah Azərbaycanımızı qorusun. Hamınıza salam aleykum, hamınızı bağrımıza basıram. İndi isə qardaşımın həmin o videosunu izləyin, paylaşın. Salam aleykum. Hardan gəlmisiniz? Şəhərdən gəlmiş. Bilet almışsınız. Bəli. Bu xanımı bu şəraitdə niyə gətirmirsən axı? Traktor eşqimiz. Yaşayasan səni. Sağ olasın.